İndi isə yaradıcı təfəkkür ikinci hissəyə keçirik. Deməli, yaradıcı təfəkkürün tətbiq edildiyi siniflərin üstünlükləri, müəllimlərin istifadə etdiyi, edə biləcəyi yaradıcı texnikalar əsasdır. Yaradıcı sinif mühitinin üstünlükləri nədir? Səmərəli öyrənmə mühiti yaradıcılıq elementlərinin daşımalıdır. Müəllimlər şagirdlərə seçim, ifadə haqqları verməklə onları yaradıcılıqla təmin edə bilər. Yaradıcı siniflərin üstünlükləri aşağıdakılardır. Araşdırmaya, yeniliyə açıqlıq, şagird dərsi özünə uyğun, fərqli metodlarla qruplaşdırıb öyrənə bilir, yeniliklərə və inkişafa açıq olur. Əylənərək öyrənmə, şagirdlərə əylənərək öyrənmə imkanı verilir və bu onların dərsdə ən sevdiyi nüanslardan biridir. Təkliflərin müsbət qarşılanması, şagirdlərin təkliflərinə negativ yanaşmaq olmaz, çünki bu onların növbəti addımda, yəni ideyaları irəli sürməsinin qarşısını ala bilər. Əks əlaqə zamanı rəy alan şəxslər negativə köklənməməlidir. Özünü ifadə imkanı və dərsdən razılıq ənənəvi siniflərdən fərqli olaraq yaradıcı siniflər şagirdlərə özlərini sərbəst ifadə etmək, debat və layihələrdə yeni ideyalar irəli sürmək imkanı yaradır. Bu da dərsdən razılıq hissi formalaşdırır. Emosional inkişaf özünə inam, fərqli perspektivlərdən baxmağa öyrənən şagirdlərin özünə inam səviyyəsi artır. Emosional olaraq fərdə çevrilirlər. Xəyali düşüncə və problem həll etmə. Şagirdlərin xəyali, hipotetik təsəvvürlə düşünmə bacarığı inkişaf edir. Sinifdən keçirilən əqli hücum fəaliyyəti problemlərdə fərqli yanaşma, həll yolları tapmağa həvəsləndirir. Yaradıcı təfəkkür inkişaf etdirən 4 möhtəşəm texnika. Yaradıcı təfəkkürü inkişaf etdirmək üçün, ideyaların generasiyasının çoxaldılmasını təmin etmək üçün müəllimlər bu texnikalardan istifadə edə bilərlər. Beyin həmləsi hər hansı bir məsələnin həlli üçün müxtəlif yanaşmalarının ortaya çıxarılmasına şərait yaradan çox faydalı bir üsuldur. Bu texnikadan istifadə edərkən şagirdlər öz fikirlərini digər fikirlərdən mütləq yaxşı olduğuna inanmamalı, başqasına təsir etməməli, hər kəsin fikir söyləməsinə şərait yaratmalı, məsələyə fərqli perspektivdən baxmalıdır. 4M1 KH layihələrin yazılmasında, problemlərin həllində suallar verməklə ən doğru həll yolu tapmaq üçün tətbiq edilən effektiv üsuldur. Analogiyanın tapılması, məsələlərə yanaşmada oxşar fərqli cəhətlərin tapılması yolu ilə yeni ideyaların yaranmasına şərait yaradır. Şagirdlərdə məntiqi təfəkkürü inkişaf etdirərkən böyük əhəmiyyət daşıyır. Təbiətdə mövcud olan canlılardan və ya əşyalardan ilham alaraq yeni bir vasitə yaratmaq mümkündür. Məsələn, təyyarə, quşun, vertolyot, zırzıramanın analogiyası olaraq yaradılmışdır. Əşyaların qeyri-adi istifadəsi, şagirdlərin əşyalara baxış bucağını tamamilə dəyişən, onları standart funksiyaların xaricinə çıxararaq alternativ istifadə yolları tapmağa yönəldən yaradıcı bir strategiyadır. Yaradıcı təfəkkür belə tamamlanmış oldu mövzusu, daha doğrusu ikinci hissəsi, növbəti hissəyə keçəcəyik. Xoş dinləmələr.